Düzdür, dənizçilik çox çətin sahədir. Mənim atam da dənizçi olub. Kişilərin rolu burada danılmazdır, amma düşünürəm ki, xanımlar da dənizçilikdə çox böyük rol oynayır. Karyerama Dövlət Dəniz Administrasiyasında başlamışam. Daha sonra 2013-18-ci ildə Dövlət Dəniz Akademiyasında, 2018-23-cü illərdə Xəzər Dəniz Gəmiçiliyinin Təlim-Tədris Mərkəzində, 2023-cü ildə isə özəl təlim-tədris müəssisəsində işimə davam etdirirəm. Atamın dənizçi olmağı və bu sahədə bir çox qurumlarda çalışmağım məni sövq etdi ki, Dövlət Dəniz Akademiyasında təhsil alım. Hal-hazırda dəniz naviqasiya mühəndisliyi, gəmi sürücülüyü ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Təhsillə və işimlə əlaqədar olaraq mən İMO-nun Beynəlxalq Dəniz Təşkilatının sirkulyarlarına həmişə baxırdım və aprel ayında mən orada qadınların liderliyi mövzusunda olan kursun təlimi keçirilməsi ilə bağlı sirkulyarı gördüm. Sənədlərimi təqdim etdim. Avqust ayında mənə seçilməyimlə bağlı mail gəldi. Birinci sessiya onlayn sessiya idi. Sentyabr ayında başlamışdı. Onlayn sessiyadan sonra artıq canlı dərslərə qoşulmaq vaxtı gəlib çatmışdı və İsveçin Malmö şəhərində 6-10 oktyabr tarixlərində biz orada təlimdə iştirak etdik. Üçüncü sessiya isə artıq qiymətləndirmə və sonuncu onlayn sessiyası idi. O da noyabr ayında keçdi və beləliklə biz həmin təlim proqramını müvəffəqiyyətlə bitirdik və bu qürurverici hiss idi ki, mən ölkəmizi dünya üzrə 13 ölkədən öz ölkəmi mən təmsil etdim. Bu tək mənim uğurum yox, mənim oxuduğum universitet, həmçinin işlədiyim müəssisələrin də buna qatqısı çoxdur. Bununla yanaşı olaraq 2025-ci ildə mən ticarət normasında işləyən xanımların liderlik mövzularında və həmçinin hüquqların qorunması üçün təşkilatın yaranmasına fikri yarandı məndə və bunun sənədlərini yenə Beynəlxalq Dəniz Təşkilatına göndərdim və oradan icazə aldım. Vista International da buna icazə verdi. Təşkilat tam qurulduqdan sonra mən bir çox dənizçilik qurumlarına əməkdaşlıq edəcəm. Yenə də bu sahədə çalışdığım müddətdə qazandığım təcrübə, liderlik mövzularında olan biliklərimi də burada tətbiq edəcəm və xanımlara çağırış kimi bildirmək istərdim ki, əgər bu sahədə çalışmaq istəyirlərsə öz arzularına doğru getsinlər və düşünsünlər ki, bu sahədə onlar da bizim kimi, mənim kimi, bir çox xanımlar kimi uğur qazanacaqlar.